Gəl, gəl. Hörmətli izləyicilər, bax çox deyirsiniz, şəxsi tikili ev istəyirik, makro ev istəmirik. Bu da gəldi, bax, şəxsi tikili ev. Bilirsiniz harada yox? Şuvalandayıq, McDonald's-un 90 metr məsafəsi. Bax, bağça, məktəb. Yaşa da burada da 4 fəsilin 4-ündə. Uşağı da məktəbə buraxırsan, uşaq özü gedir məktəbə. Zəng eləyərsiniz telefonda, deyəcəm hansı məktəb. Deməli, evimizin 2 girişi var. 3.2 sotun içində. Bax, bura qarajdır, maşınınızı salırsınız bura. Oradan da piyada, yəni kalitka qapısı oradadır. Bax, belə bir qəşəng fasad görünüşü var. Hər bir şəraiti var, tam təmirli evdir. Bu da kalitka qapısıdır. Qapısının ağzına kimi də asfalt döşəmədir. Şəxsi ev arzulayanlar buyursun. Görək bu qapı açıqdır. Bağlıdır. Gəl buradan gedək. Gəl. Hə, maşınınızı saxlayırsınız burada. Buradan da keçmək olur evə. İndi əsas piyada keçidi. Yəni kalitka qapıdan mən sizi keçirdəcəm. Gəl. Oradan da giriş var, ora mətbəxidir. Bir dənə fırlat kamera. Bax, manqalımız. Əl üzü yanımız. Burada həyətdə sanuzeli. Evimizin isitmə sistemi kombidir, kombisi də buradadır. 245 min manat kupça çıxarır, torpaq da evdə. Burada da gör nə qədər yer var. Haradasan? Evimizin arxasını çək. İşıqlandırması da var. Gedək otaqlarla tanış olaq. 3 yataq otağı, 1 qonaq otağı və mətbəx. Bura mətbəxidir. Mətbəxdən də evə girmək olur, girib çıxmaq olur. Və evimizin əsas giriş qapısı buradır. Yəni piyada da keçdin, buradan girdin, ya maşını saxladın, oradan keçdin. Burada belə bir jalüzdir. Heç nə görsənmir. Seyf qapı. Bu, keç. Şəxsi tikili evlərdəndir bu. Gəlin. Məktəb, bağça, ticarət obyektləri. Deməli, burada girişdə belə bir dolab. Otağına baxaq. Yataq otağı. Deməli, həm otaqlar radiatorla qızdırılır. Koridor mətbəxi istifoldur. Bura ikinci yataq otağıdır. Gəl. Bura sanuzeldir.